Selam dostlar, yorulmayasınız. Bildiğiniz kimi Azərbaycan Fikir Odası bərpa olanda məsələ bu idi ki, Azərbaycan aktivistləri, düşünürləri, yazarlar arasında mümkün olduqca fikri alış-veriş, fikri mübahisə getsin və bu vasitə ilə aktivistlərimiz arası siyasi düşüncə, siyasi teori sahəsində mümkün qədər dərinləşmə və fikirləri genişləndirmə mümkün olsun. Və mən də bu hədəfə sadiq qalmaq üçün çalışacağım qrupda ortaya gələn fikirlərə eleştirel bir pəncərədən baxım və tənqidi açıdan bir fikrim varsa söyləyim. Yəni İngilizcə oppose deyirlər. Yəni bir başqasının çalışmasına yapıcı bir açıdan eleştirel baxmaqdır. Son günlərdə Əziz Əslan bəy İsabəylinin bir danışdığına qulaq asdım və bəzi açılardan o fikirləri eleştirmədə fayda olar deyə düşündüm. Baxarıq ki, tənqidlərimiz meydana gələndən sonra Aslan bəy nə deyəcəklər? Amma hər şeydən əvvəl Aslan bəyin səslərini tikə-tikə yayacağam və o səslərdə dilə gətirən fikirləri eleştirməyə çalışacağım. O isə indi Aslan bəyin səsindən biraz eşidək, ondan sonra mən də fikirlərimi müsahidə söyləyeyim. İndiyə qədər farslar Qacar hakimiyyətini suçlayaraq əsaslandırmaq istəyirlər ki, yaxşı etmişik, biz hakimiyyətə gəlmişik. Əgər türklər hakimiyyətdə olsaydı, indiyə qədər vətən bərbad olmuşdu və özlərinin xəyanətlərini gizlədirlər. Əbləsan xan Şirazinin xəyanəti nəticəsində Qafqaz Rusların ixtiyarına verildi. Burada Farsın xəyanəti açıq-aşkar göstərilir. Bəli, diqqət etsəniz, Əslan bəy deyirlər ki, Farslar Qacar türkləri ittiham edirlər ki, əgərsə Qacarlar iqtidarda qalsaydılar, məmləkəti bərbad edəcəkdilər. Sonra da Əbülhəsən xan Şirazi, yəni İranın o zaman Rusiye'də səfiri, çünki Əbülhəsən xan Şirazının bir başqa adı da, bütün ləqəbi də bəlkə Əbülhəsən elçidir. Yəni İranın elçisiymiş o zaman. Baxmadım ki, bəlkə o özü də türk olsun, amma hər halda adı Əbülhəsən Şirazi ya Əbülhəsən elçidir. Və Əslan bəyin dediyinə görə bu Əbülhəsən Şirazi ya Əbülhəsən elçinin siyasətləri nəticəsində Qafqazlar Rusiyaya verilmişdir. Elə burada bir sual ən sonundan başlasam, Əslan bəyə budur ki, tarixin siyasətinin harasında bir məmur, bir səfir, yəni elçi məmləkətin bir bölgəsini başqa bir dövlətə verə bilir ki, məsələ Əbülhəsən Şirazi da ikincisi olsun. Bir başqa tərəfdən də analiz etdiyimiz mövzu və meydana qoyduğumuz arqumanlar və dəlillər biraz güclü olmaq lazımdır da, əqlə batan olmaq lazımdır. Əgərsə bir məmləkətdə bir məmur, dövlət məmuru ölkənin bir bölgəsini bir başqa dövlətə verirsə, bu mənaya gəlir ki, o ölkədə olan hökumət bəcərisizdir da, bəcərisiz olmasa onun məmuru ölkənin bir bölgəsini bir başqa ölkəyə verə bilirmi? Başqa səbəb o zaman, yəni İran-Rus deyirlər, amma bəzilərinə görə Azərbaycan-Rus savaşında Qacarlar bugünkü İranın 14 bölgəsini savaşda yenilməsi üçün Rusiyaya verilmişdir. Və bu yenilgi İranla Rus arasında yazılan Gülüstan müqaviləsində qeyd olmuşdur. Yəni məmləkətin o bölgələrinin Rusiya verilməsinin altını padişahın məmuru imzalamışdır və bu ölkənin padişahı tərəfindən təsdiq olunmuşdur. Yəni burada bir dövlət məmurunun, bir səfirinin o mənada təsir edici bir rolu olmasını düşünmək belə mümkün deyildir. İndi biraz da Aslan bəyin başlanğıc sözlərinə geri dönmək istəyirəm ki, Farslar deyirlər ki, yaxşı oldu, biz iqtidarı ələ geçirdik. Türklərin əlində qalsaydı, məmləkət bərbad olacaqdı. Yine də birinci sual Aslan bəyə budur ki,
Qacarları iktidardan yendirən və yeni hökumət quran İranda Rıza Şahdır. Və Rıza Şah da hər kəs bildiyinə görə həm ata tərəfindən, həm ana tərəfindən türkdür. Burada Rıza Şah haqqında da və ya Rıza Şahın dili haqqında da bir fikir söyləyim ki, maraqlananlar axtara bilib və araşdıra bilərlər. Bildiyimizə görə və əlimizə yetişdiyinə görə Rıza Şahdan yalnız bir səs qalır. O da Atatürklə türkçə danışmasıdır. Və Rıza Şahdan amma heç belə fars dilində danışmasından əsər yoxdur. Yəni İranda qayd etmə ya zəbt etmə teknolojisi Müzəffərəddin Şah zamanı gəlibdir. Müzəffərəddin Şahdan sonra Məhəmməd Əli Şah gəlib, sonra Əhməd Şah gəlib. Sonra Əhməd Şah devrində də bu yüksək məqamlar sahibi idi. Ondan sonra da koduta edib və İranda iqtidar sahibi olubdu. 18 ildə iqtidarda olubdu. Amma bu adamdan bu uzun illər boyu bir səs farsça danışmasından yoxdur. Kimsə Rıza Şahın səsi ki farsda danışır tapa bilməz. Amma Rıza Şahdan Türkiyədə bir türk danışma səsi Atatürklə görüşmədə halen qalır və internetdə hər kəs onu dinləyə bilər. Sual hər kəsə budur. Rıza Şahdan nə üçün fars dilində heç bir səs bir yerdə qayda alınmamış, ya saxlanmamış, ya məhv olunmuş və indiyə qədər kimsə Rıza Şahın fars danışanda necə bir fars danışarmış deyə kimsənin xəbəri yoxdur. Halbuki Müzəffərəddin Şahdan ki o zaman Rıza Şahın bəlkə məlum deyil hardaydı, ordunun harasındaydı. Müzəffərəddin Şahdan amma səs bu günə qədər qalır. Bunun səbəbi sizcə nə ola bilər? Buna da biraz düşünün. Kinə qayıdım Aslan bəyin bu sözünə ki, güya farslar türklərdən iqtidarı almışlar ki, vətən bölünməsin. Yəni Aslan bəyə görə, yəni güya Qacarlar türk olmalarına görə qurduğu iqtidarlar da, yəni Qacar hakimiyyəti də bir türk iqtidarı imiş. Həqiqətən gerçək bu mu? Qacar sülaləsi türk dövlətini idarə edirmişlərmi? Yoxsa yox? Qacar sülaləsi fars dövlətçiliyinin binövrəsin və binasını qoyan sülalə hesab olmalıdır. Həmən Qacar devrində məşrutə devrimi, məşrutə inqilabı olub. Məşrutə inqilabında məclisin quruluşunda məclisdə danışılan dil hangi dil təyin olmuş? Türkçə mi, yoxsa farsça? O məclisdə, birinci məclisdə yazılan anayasa, İranın birinci məşrutə inqilabının anayasasının hangi dildə yazılıb? Türkçə mi, yoxsa farsça? Müzəffərəddin Şahdan qalmış səs, dövlət məmurlarına verən fərmanlar türkçə mi idi, yoxsa farsça? Özətləsəm, Əslan bəydən bu sualı sormalıyam ki, bir dövlət üçün məclisində farsça danışılır. Yazılan qanun farsça olur. Padişahı, yəni Müzəffərəddin Şah, farsça dövlət məmurlarına fərman verir. Bu dövlətin adı türk dövləti sayıla bilirmi? Qacarlardan sonra hakimiyyəti onların əlindən alan da Rıza Şahdır. O da türkdür, amma İrana hakim edən ideolojisi fars faşizmidir. Yəni tarixən, diqqət edin, tarixən bizim millətimizin başına ən böyük oyunu gətirənlər iqtidarda olan türk sülalələrdir. Ən azı son dönəmdə. Və özəlliklə Qacarlardan başlanan fars dövlətçiliyi Rıza Şah devrində bir faşist fars dövlətinə çevrilmişdir. İndi elə burada Aslan bəydən sormaq olur ki, kim kimdən hakimiyyəti almışdır? Bir fars dövlətini idarə edən Qacarlardan başqa fars dövlətini idarə edən Rıza Şah, ki ikisi də türklər, bir-birindən qüdrəti alıblar. Amma hər halda onların ikisinin də idarə edən dövlətləri fars dövlətləridirlər. Hətta söz var ki, Əhməd Şahın uşaqları əsasən türkçə bilməzmişlər. Hətta ondan pisini də sizə deyim, İngilislər Rıza Şahı hakimiyyətdən alanda ki, Hitlerin tərəfdarlığı üçün onu hakimiyyətdən aldılar, Pəhləviləri kökündən İrandan qaldırıb götürmək istəyirdilər. Yəni oğlunu onun yerinə qoymaq istəmirdilər. Çünki dədələrin hakimiyyətdən alıb sürgünə göndərirdilər, oğlunu hakimiyyətə qoydular. O oğlan
bəlkə ingilislərə sadiq olmasaydı deyə Qacarın sülaləsinin arxasına getdilər, axtardılar, tapdılar. Nəvələrindən tapdılar, amma bunlar heç biri nə farsça bilirdilər, nə türkçə. Və dilləri Fransa dilinə çevrilmişmiş. Ona görə ingilislər sonra qərar aldılar ki, elə Rza Pəhləvinin oğlunu onun yerinə qoysunlar. Yəni Əslan bəyə demək lazımdır ki, Türk dövləti sanan Qacarların nəvələrinə yetirdiyində heç biri türk dilində bilmirdilər. Hətta Əhməd Şahın oğlu hakimiyyətdə olanda belə türk dili bilmirdi. Bir də farslar deyirsiniz, farslar Qacar dövlətini İran dövlətlərinin biri sanarlar. Təbiidir, farslar o dövlətdən tənqid edə bilərlər. Rza Şahdan da tənqid var, başqalarından da tənqid var. Amma o tənqid etmək özlərindən bilməmək mənasına gəlməz. Aslan bəyin səsindən bir başqa bölümünə qulaq asaq. O zamandan başlanılmış anti-Türk siyaseti stratejiyasında məqsəd yönlü olaraq Böyük Azərbaycanı vurub paramparça eləsinlər. Böyük Azərbaycanın paramparça olunması Türk dünyasının dağılmasına gətirib çıxardacaq. Yine də diqqət etsəniz, burada Əslan bəy bunu demək istəyir ki, Qacar devrində Qafqaz bölgəsi İrandan ayrılması və o cümlədən Azərbaycanın parçalanması Qacarların xəyanəti deyil, bəlkə Qacar dövlətində çalışan bir dövlət məmurunun, yəni Əbülhəsən Şirazının xəyanəti sahəsində Azərbaycan bölünmüş, yəni bir bölgəsi İranın içində qalmış, bir bölgəsi Rusiyanın tərkibinə keçmişdir deyə düşünür. Səbəbini bilə bilirsinizmi? Ne için Əslan bəy Qacarlar deyil, Qacar iqtidarında çalışan bir məmurun siyasəti nəticəsində Qafqazın bölünməsi və Azərbaycanın bölünməsi günahını o məmurun başına atmağa çalışır. Çünki Aslan bəy Qacar dövlətini bir türk dövləti bilir və fikrinə yerləşdirə bilmir ki, bir türk dövləti də xəyanət edə bilər deyə o dövlətin bir məmurunu, bir səfirini, bir elçisini, yəni Əbülhəsən Şirazını Qafqazın bölünməsində günahkar və xain kimi adlandırır. Burada iki qavram da araşdırılmalı və danışmalıdır haqqında. Birisi xəyanət sözüdür. Yəni bu Əbülhəsən Şirazinin xəyanətidir. Biri də Azərbaycanın parçalanması və bütövlüyünün bir-birinə dəyməsidir ki, əcəba o parçalanma Türklər üçün, Azərbaycan üçün yaxşı imiş, ya həqiqətən xəyanətmiş. Çünki Aslan bəy İsabəyli bu gün oturub tarixə baxır. Tarixə baxdığımızda diqqət etsənizsə, İrandan Qafqaz bölgəsinin və ya Azərbaycanın bir bölgəsinin ayrılması və Ruslara verilməsi bu gün xəyanət adlandırmaq olurmu? Yəni başqa pəncərədən baxdığımızda, əgər Azərbaycanın o bölgəsi İrandan ayrılmasaydı və Qacar iqtidarında qalsaydı, bu gün nə günə qalırdı? Bu gün Fars hakimiyyətinin sültəsi altında yaşamırdı mı? Yəni baxmayaraq ki, Qacarlar ya İran-Rus savaşında o bölgələr İrandan alınmış və Rusiyaya verilmişdir. Amma onun nəticəsində bugün Azərbaycanın şimal bölgəsində bir hakimiyyət qurulub, bir müstəqil dövlət var. Amma cənub bölgəsində hətta bu millətin dili belə rəsmiyyəti tanınmayıb. İndi Aslan bəydən sormaq lazımdır ki, o zaman Azərbaycanın o bölgəsi İrandan ayrılması xəyanətmi, yoxsa xidmətmi? Nəticə etibarilə baxdığımızda çox böyük bir xidmət olmuşdur. Çünki orada bir müstəqil Azərbaycan dövləti qurulmuşdur. Halbuki İsa bəyin arzusu yerinə yetişsəydi, yəni Azərbaycan bölgəsi parçalanmasaydı və Rusiyanın tərkibinə getməsəydi, Azərbaycan bütövlüyündə Fars hakimiyyətinin iqtidarı və sultəsinin altında qalacaqdı bugün. Elə deyilmi? Amma Aslan bəyimiz bilmədən bugünkü müstəqil Azərbaycanı da arzularında bugünkü İran-Fars dövlətinin tərkibində görəcəkdir. Bir başqa deyişlə, Azərbaycanın bir parçasının o zaman İrandan ayrılması xeyirli bir ayrılma idi.
Azərbaycan parçalanır da amma Azərbaycanın bir bölümü gedirdi ki, bir müstəqil dövlətə çevrilsin. Necə ki, çevrildi və bugün Azərbaycan Cumhuriyyətini gözümüzün qarşısında görməkdəyik. İkinci yanlış ifadə Əslan bəyin sözündə deyir ki, Farslar, yəni Əbülhəsən Şirazi deyək də, istəmir Qacarları günahkar və suçlu tanısın. Əbülhəsən Şirazinin yaxasından yapışıb ki, xiyanət edib və Azərbaycanı parçalayıbdır. Bu vasitə ilə Türk dünyasını parçalayıbdır deyə sonuc alır bu son yaydığım səsdə. Halbuki o parçalanma, yəni Qafqazın o bölgələri Azərbaycanın İrandan ayrılıb və Rusiyanın tərkibinə girdiyində Türk dünyasının parçalanmasına deyil, Türk dünyasının güclənməsinə səbəb olub. Nə üçün? Bundan ötürü ki, Azərbaycanın İrandan ayrıldığı o bölgə özünə bir dövlət sahib olub. Bugün Azərbaycan Cumhuriyyəti, Türkiyə Cumhuriyyəti və başqa Cumhuriyyət, Türk Cumhuriyyətləri bir-birinin yanına duranda Türk dünyasını gücləndirirlər. Halbuki əgər o Azərbaycan İranın tərkibindən ayrılmasaydı, bugün Türk dünyası zəif bir dünyaydı. Yəni Azərbaycan Cumhuriyyətinin olmaması bir dünyaydı. Yəni o arzuyu ki, Əslan bəy burada çalışır ki, Azərbaycanın İran tərkibindən ayrılmasını xiyanət adlandırır və arzusu budur ki, bu tərkib orada qalsaydı Türk dünyası çox daha bütövlənə bilərdi deyə düşünülür və elə qələmə verir. Elə deyilmi? İndi baxaq, görək ki, Əslan bəyin bu fikirlər qarşısında düşüncəsi nə olacaqdır? Aslan bəyin danışdıqlarının bir parçasına da yenə qulaq asaq, sonra danışığa davam edək. Böyük Azərbaycanın paramparça olunması Türk dünyasının dağılmasına gətirib çıxardacaq və Türkiyəni nəhayət iqtisadi cəhətdən çökürdərək Türkiyəni parçalayacaqlar. Çünki İstanbulun yenidən Yunanistana qaytarılması strategiyası vardı. Yenə də diqqət etsəniz, Aslan bəy deyir ki, o Azərbaycanın parçalanması, yəni İran-Rus savaşı, Gülüstan müahidəsinin yazılmasının nəticəsində Türk dünyası bölünmüş və onun nəticəsində birdən-birə 100 il, əlbəttə 100 ildən çox atlayır qabağa və İstanbula yetişir və deyir ki, Azərbaycanın orada parçalanması, yəni Qacar iqtidarından Rus iqtidarına keçməsi Türkiyəni bugün etkiləyəcək və İstanbulu Türkiyədən alıb Yunanistana veriləcəkdir deyə nəticə alır. Əcəba dostlar, siz həqiqətən belə bir analizi araşdırmadan nəticə almasını düşünürsünüz, ya yox, xəyalatın bir ürünü kimi dəyərləndirirsiniz ki, İstanbulu Türkiyədən alıb Yunanistana verəcəklər. Yəqin ki, sualın cavabı sizdədir. Yenə də Əslan bəydən bir başqa parça dinləyək. Və bunun da həyata keçirilməsi üçün İran İslam Cumhuriyyətinə bu əmri veriblər ki, Azərbaycanda dövlət çevriliş etsin və insanlarımızı bölgədən köçürsün. Sonra onun yerinə başqa toplumları gətirib yerləşdirsinlər. Burada diqqət etdiyinizdə yenə də əsas söz kök Azərbaycanın bölünməsi və İrandan ayrılıb Rusiya tərkibinə girməsindən başlayır. Amma diqqət edin burada nə deyir? İran dövlətinə əmr ediblər deyir. Yəni biz İran dövləti deyil, bəlkə İran dövlətinə əmr edən bir başqa dövləti də tapmalıyıq və onunla mücadilə aparmalıyıq. Çünki əgərsə İran dövləti əmri alan bir dövlətdir, bir əmri verən də bir dövlət də olmağı lazımdır da. Əcəba bu hangi bir dövlətdir ki, İran dövlətinə əmr verir və biz onu bilmirik və Əslan bəy də öz danışığında o İrana əmir verən dövləti bizə ifşa etmiş. Diqqət edirsiniz, Əslan bəyin analizi gedir komplo teorisuna. Bəlli olmayan şəxslər, bəlli olmayan güclər, tanınmayan güclər, arxada olan güclər, masa altında olan güclər, İran dövlətinə fərman verən güclər. Yəni bizim xalqımız kimlə mücadilə etməlidir? İran rejimindən ya yox, İran rejiminə fərman verənlərlə. İran rejiminə fərman verənlər kim? Bəlli deyil. Bu hesabla bizim də kimlə mücadilə etdiyimiz bəlli olmayacaqdır Əslan bəyin dediklərinə dayanırsaq. Fərman almış bir dövlətin fərman verənin bulub onunla savaşmalıyıq, vuruşmalıyıq.
Elə deyilmi? Yəni burada Əslan bəyin teorisi köçür komplo teorisinin içinə və bizim xalqımızı bəlirsiz bir alanlara çəkir ki, o alanda xalqın həqiqi düşməni napeydadır. Bizim xalqımızın həqiqi düşməni İran İslam Cumhuriyyətidir. Amma Əslan bəy deyirlər ki, yox, bu deyil. Buna fərman verənlər var. Və bu vasitə ilə İran İslam Cumhuriyyətini xalqımızın mücadilə hədəfindən çıxardıb başqa hədəfə doğru yönətməyə çalışır. Yəni Aslan bəy verdiyi teori bizim xalqın mücadiləsini, mübarizəsini ora çəkir. Buradan keçdiyimizdə hətta deyir ki, o bəlirsiz güclər, yəni İran dövlətinə fərman, əmir verən güclər deyirlər ki, Azərbaycandan türkləri daşıyacaqlar başqa yerlərə və başqa yerlərdən xalqı gətirib Azərbaycanda yerləşdirəcəklər deyə danışır. Acaba siz bu teorini necə görürsünüz? Yəni İran dövlətinə fərman verənlər Azərbaycandan türkləri götürüb və başqa xalqları oraya yerləşdirmə qəsdləri var deyə Əslan bəy ifadə edir. Acaba bu gerçəklərlə uyğun bir teori mi? Əgər belədirsə və bizim xalqımızı oradan götürəcəklər Azərbaycandan, başqa yerə götürəcəklər, Azərbaycanın onuru və səadəti üzərində mücadilə və mübarizəmiz mənasını itirmirmi? Sözüm bu ki, bu düşüncə tərzi, bu analiz biçimi bizim xalqın mücadiləsinə yardım deyil, onun qarşısında əngəl törədən teorilər, baxış açıları və metodlardır. Aslan bəyin danışığının başqa bölümlərinə baxdığımızda da təəssüflə dərinlik və bilimsəllik əsla hiss olunmur. Söz uzanmasın deyə burada qıssa kəsməmiz bəlkə hər kəsə faydalı olsun. Məni dinləyən hər kəsə təşəkkür edirəm.